Dünyanın ən qəribə rekordlarından biri Kaliforniyadakı bir yanğınsöndürmə məntəqəsində yaşanır. Orada bir lampa var ki, 1901-ci ildən bəri, yəni tam 120 ildən çoxdur fasiləsiz yanır. Bəs necə olur ki, bir əsr əvvəlki texnologiya hələ də işləyir, amma sizin keçən ay aldığınız müasir lampa artıq sıradan çıxıb? Bu sadəcə təsadüf deyil, tarixin ən böyük iqtisadi oyunlarından biridir. Hər şey 1924-cü ildə Cenevrədə başladı. Dünyanın ən nəhəng lampa istehsalçıları Philips, Osram və General Electric gizli bir görüş keçirərək Phoebus kartelini yaratdılar. Problem ondan ibarət idi ki, mühəndislər o qədər keyfiyyətli lampalar düzəldirdilər ki, onlar xarab olmurdu. İnsanlar bir dəfə lampa alır və illərlə yenisinə ehtiyac duymurdular. Bu isə şirkətlərin satışı və qazancları üçün böyük təhlükə idi. Çıxış yolu kimi lampaların ömrünü süni şəkildə qısaltmaq qərarı alındı. O vaxta qədər 2500 saat yanan lampaların ömrü məcburi olaraq 1000 saata endirildi. Bu hadisə tarixdə planlı köhnəlmə adlanan sistemin başlanğıcı oldu. Kartel müstəqil laboratoriyalar quraraq 1000 saatdan çox yanan lampa istehsal edən üzvlərini ağır pul cərimələri ilə cəzalandırırdı. Yəni mühəndislər daha yaxşısını deyil, daha tez xarab olanını düzəltmək üçün işləyirdilər. Bugün aldığınız smartfonların batareyasının bir neçə ildən sonra zəifləməsi və ya məişət texnikalarının zəmanət müddəti bitən kimi sıradan çıxması məhz həmin 1924-cü il məntiqinin davamıdır. Məşhur 120 yaşlı lampanın sirri isə sadədir. O, kartel yaranmazdan əvvəl istehsal olunub. Onun daxili teli daha qalın karbon lifindən hazırlanıb və çox az enerji sərf edərək daha az qızır. Üstəlik, o demək olar ki, heç vaxt söndürülmür. Çünki lampalar ən çox yandırılıb söndürülmə anındakı qəfil elektrik gərginliyindən və temperatur dəyişikliyindən sıradan çıxırlar. İndi ətrafınıza baxın. Evinizdəki əşyalar həqiqətənmi xarab olur, yoxsa onların ömrü sizin üçün öncədən müəyyən edilib?